Məsələn, bu yaxında mən bir tələbə götürdüm. Bu yanvar ayında başladı. İndi mən Gürcüstana gəlmişdim. Bu Fulbright bir grant var, 9 aylıq. Ondan öncə Türkiyədə oldum, 7 il sənə öncə Muğla Universitetində. Həmin proqramla, Fulbright proqramı. İndi mən onu orada görə bilmədim. New Mexico'da. Bəli. O Bakıdan getmiş ora. İndi bu 5 ay ərzində 2 konfransda iştirak eləmiş, çıxış etmiş. Sonra bir kampaniya buna yazdı, işə götürür. Yayda çalışdığın kampaniyalar. Və o tələbə təməli qurulub. Bəli. O zaman heç bir problem olmur. Bir də Amerikada əlbəttə ki, bahalıdır orada tədris. Bu magistratura və ya doktor, PhD oxumaq üçün gələnləri professorlar onları təmin edir. Həm oxumağını, həm orada yaşamağını, həm qalmağını, hər bir şeyini təmin. Onları əslində assistent kimi götürürlər işə. İş sayılır. Bu eyni zamanda o təhsil alır. Belə bir mexanizm var. Hal-hazırda işlədiyiniz yerdə neçə Azərbaycanlı tələbə var? Sayı demək olur, yoxsa bəlli deyil, çoxdular? Ümumiyyətlə bizim universitet çox böyük universitet deyil. Bu belə kiçik universitet. Özəl universitet kimidir, amma özəl deyil. Bu dövlət universitetidir. Ümumiyyətlə Azərbaycanlı, məsələn, Cənubi Azərbaycandan bizdən bir 10 Azərbaycanlı var. Müxtəlif departament.